Bəli, İrandan Azərbaycana təxliyə prosesi ilə bağlı bu saat olan ən son məlumatı diqqətinizə çatdırırıq. Səhər saatlarından etibarən Rusiya vətəndaşının təxliyəsi reallaşdı. Ümumilikdə fevral ayının 28-dən bu günədək Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsindən təxliyə olanların statistik mənzərəsinə nəzər salsaq, təxliyə olanların sayı 2300 nəfərə çatır ki, onlardan da 400-dən çoxu Azərbaycan Respublikasının vətəndaşlarıdır. Yerdə qalanlar isə 72-dən çox ölkənin xarici vətəndaşları, həmçinin onların diplomatik korpusunun nümayəndələri və ailə üzvləri. Və bu proses bugün də davam eləməkdədir. Yəni Azərbaycan təxliyə prosesinə olduqca humanist yanaşır, təxliyə prosesinə olduqca humanist mövqe sərgilir. Təbii ki, Azərbaycan yalnız İrana təxliyə prosesi ilə bağlı, həmçinin humanitar yüklərin göndərilməsinə də mümbit şərait yaradır. Məsələn, Prezident İlham Əliyevin tapşırığına əsasən İrana ilk humanitar yardım da məhz Azərbaycandan göndərildi. Daha sonrası ötən gün Rusiyadan İrana göndərilən humanitar yük karvanı da məhz Astara Dövlət Buraxılış Məntəqəsinə keçməklə təyinat nöqtəsinə çatdı. Yəni Azərbaycan bugün yalnız regionun deyil, ümumilikdə dünyanın ən təhlükəsiz keçid nöqtəsi olaraq qalmaqdadır. Və bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, təbii ki, Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsindən təxliyə prosesi davam etməkdədir.